Eyni zamanda yeni bir dəhlizin, yəni mən dediyim kimi Tehran sammitində bizə tapşırıq oldu. Deməli, şimal-cənub enerji dəhlizini yaradaq. Bu barədə bizim indi yenə fikir mübadiləsi oldu. Bizim burada Azərbaycan və İran İslam Respublikasının fikirləri tam üst-üstə düşür. Belə bir protokol hazırlanıb, yəni Rusiya tərəfindən. Biz bir də onu nəzərdən keçirib, inşallah deməli 2-3 ay müddətində bunu imzalayacağıq. Yəni buna artıq bütün şərait yaranıb və Moskvadan biz belə bir dəvətnamə almışıq ki, yenidən görüşək və bu protokola imza ataq. Yeni bir konsepsiya yaradırıq İran İslam Respublikası ilə, o da ki, dairəvi enerji xəlqəsi yaratmaqdır. Yəni Rusiyada nəzərdə tuturuq, eyni zamanda Azərbaycan, İran, Türkiyə, Naxçıvan, Gürcistan belə bir dairəvi bir xəlqə yaradar. Bu, hesab edirəm ki, bizim ölkələr üçün çox vacibdir. Yəni, bir tərəfdən Azərbaycandan, Gürcistandan Türkiyə çıxmaq, eyni zamanda Azərbaycan İslam Respublikası İrandan deməli Türkiyə çıxmaq və eyni zamanda Naxçıvanı bu xəlqəyə qoşmaq. Yəni, bunlar görürsünüz ki, çox böyük bir layihədir, yeni bir konsepsiyasıdır. Bu bir xəlqəni yaratsaq, bizim Avropaya da çoxlu imkanlarımız olar ki, bütün enerjini biz Avropada da çatdıraq. Eyni zamanda hörmətli vəzirimiz dedi ki, Türkmenistan da bu layihəyə qoşula bilər və görürsünüz ki, belə bir bu regionda belə bir çox möhkəm enerji sistemini, vahid sistemini yaratmaq hesab edirəm ki, bizim üçün çox əlverişlidir.